Yezekel 22-ci fəsil. Yerusəlimin günahları. Mənə Rəbbim bu sözü nazil oldu. Sən, ey bəşər oğlu, mühakimə eləyəcəksənmi? Qan tökən şəhəri mühakimə eləyəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir. Ona söylə ki, Xudavənd Rəbb belə deyir. Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər. Sən tökdüyün qana görə təqsirkar oldun. Düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün ölkələr arasında istehza hədəfinə çevirdim. Ey adı pisliyə çıxan, fitnə dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza eləyəcək. Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür. Sənin içində ata-anaya hörmət edilmir. Sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir. Müqəddəs şeylərimə xor baxdın, şənbə günlərimə məhəl qoymadın. Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar. Sənin içində ögey anaları ilə yatanlar, aybaşı olub murdarlanan qadınları zorlayanlar var. Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc iş eləyir, kimi həyasızlıqla gəlinini murdar eləyir, kimi öz atasının qızını, bacısını zorlayır. Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə məni unuttun, Xudavənd Rəbb belə bəyan eləyir. Əldə elədiyin haqsız muzdan ötürü və sənin içində tökülən qana görə əllərimi bir-birinə vururam. Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı? Qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm. Səni millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv eləyəcəyəm. Millətlərin gözündə ləkələnəcəksən, onda biləcəksən ki, Rəbb mənəm. Mənə Rəbbin bu sözü nazil oldu. Ey bəşər oğlu, mənim üçün İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir. Buna görə də Xudavənd Rəbb belə deyir. İndiki hamınız metal tullantısı kimi oldunuz, mən sizi Yerusəlimə yığacağam. Əritmək üçün odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm. Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz. Soba içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi tökən mən Rəbbəm. Mənə Rəbbim bu sözü nazil oldu. Ey bəşər oğlu, ona söylə, sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan. Ölkənin peyğəmbərləri nərildiyən, ovunu parçalayan aslan kimi orada tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul qoydu. Kahinləri mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar mənim şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq elədi. Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir. Haqsız muzd əldə eləmək üçün qan tökür, cana qıyırlar. Peyğəmbərləri uydurma görüntülər görüb, yalan fal açaraq, bu günahların üstünə suvaq vurur. Mən Rəbb elə demədiyim halda, Xudavənd Rəbb belə deyir, söyləyirlər. Ölkə xalqı isə bir-birini qarət eləyərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm eləyir. Onların içində bir adam axtardım ki, divarı təmir eləsin,
və mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan eləməyim, ancaq belə adam tapmadım. Buna görə də üstlərinə qəzəbimi tökəcəyəm. Hiddətimlə onları yandırıb məhv eləyəcəyəm. Əməllərinin əvəzini başlarına gətirəcəyəm. Xudavənd Rəbb belə bəyan eləyir.